Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclasında təqsirləndirilən şəxsə yeni müdafiəçi təyin olundu. Ötən məhkəmə iclasında Ruben Vardanyan vəsatət verərək məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina etdiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, onun özünün digər bir vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Məhkəmənin qərarına əsasən Ruben Vardanyanın müdafiəçisi Abraham Bermandan imtinasına dair vəsatəti qəbul olunmuş və ona dövlət hesabına vəkil təyin olunması ilə bağlı vəkillər kollegiyasına müraciət göndərilmişdi. Təqsirləndirilən şəxs yeni vəkili Emil Babuşova etiraz etmədiyini dedi. Prosesin digər iştirakçıları da müdafiəçiyə etirazlarının olmadığını bildirdilər. Sonra hakim Zeynal Ağayev cinayət təqibinə yeni qoşulan vəkil Emil Babuşovu məhkəmənin tərkibi ilə tanış etdi. Vəkil məhkəmə tərkibinə etiraz etmədiyini söylədi. İclasa sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək, eyni zamanda cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılacağını və əlavə vaxt veriləcəyini dedi. Bundan sonra vəkilin işlə tanış olması və təqsirləndirilən şəxslə görüşməsi üçün proses təxirə salındı. Məhkəmənin növbəti iclası isə noyabrın 4-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkilə təmin olunub.